Hamımız innovasiya sözünü tez-tez eşidirik, elə deyilmi? Amma sizə desəm ki, elə bir innovasiya növü var ki, o təkcə bir məhsulu yox, bütün bir sənayenin qaydalarını sıfırdan yaza bilər. Bəli, bugün biz məhz bundan danışacağıq. Paradigma dəyişikliyinin nə olduğunu və onun biznesiniz üçün niyə həyata əhəmiyyət daşıdığını birlikdə araşdıraq. Yaxşı, gəlin birbaşa mətləbə keçək. Bir anlıq şirkətinizin üzləşdiyi problemləri düşünün. Sizə sadəcə anlıq həllər, yəni necə deyərlər, buzları qıran kiçik addımlar lazımdır? Yoxsa sizə daha böyük bir şey, fəaliyyət göstərdiyiniz bütün mühiti, yəni iqlimi kökündən dəyişəcək bir yanaşma gərəkdir? Bax, bu sualın cavabı hər şey müəyyən edir. Bəs bütün bu söhbət ümumiyyətlə niyə vacibdir? Gəlin bir şeyi aydınlaşdıraq. Bugünkü dünyada dəyişiklik artıq bir seçim deyil. O, biznesin tək dəyişməz qanunudur. Ya bu dəyişikliyə uyğunlaşırsan, ya da sadəcə geridə qalırsan. Bu qədər sadə. Əslində, dəyişiklik özü-özlüyündə bir səyahətdir, elə deyilmi? Söhbət təşkilatınızı bugün olduğu yerdən sabah olmalı olduğu yerə aparmaqdan gedir. Və gəlin səmimi olaq, bu səyahət çox vaxt heç də asan olmur. Bu sadəcə bir addım deyil, bu tam bir transformasiyadır. Yəni, hamımız bunun canlı şahidiyik. Yadınızdadır video kasetlər ya da CD-lər. Bir vaxtlar həyatımızın mərkəzində idilər, sonra isə birdən-birə yoxa çıxdılar. Tamamilə yeni bir şeylə əvəz olundular. Bax, bu bir texnoloji sıçrayışın bütün bazarı necə kökündən dəyişə biləcəyinin mükəmməl bir nümunəsidir. Və bu da bizi əsas məqama gətirib çıxarır. İnnovasiya sadəcə şirkətlərin dilindən düşməyən dəbli bir söz deyil. O, dəyişikliyin o daimi təzyiqinə sizin verəcəyiniz cavabdır. O, sizin həyatda qalmağınız, daha da vacibi isə inkişaf etməyiniz üçün bir vasitədir. Yaxşı, bəs innovasiya əslində nə deməkdir? Sadəcə yeni bir cihaz? Əslində yox. Bu, daha dərin bir məsələdir. İnnovasiya, insanların beynindəki o parlaq ideyaları, o gizli potensialı tapıb real həllərə çevirmək sənətidir. Əsl liderlikdə məhz bu potensialı üzə çıxarmaqdan ibarətdir. Yaxşı, bəs bütün innovasiyalar eyni gücə malikdir? Əlbəttə ki, yox. Gəlin bu məsələni daha yaxşı başa düşmək üçün onu 4 fərqli növə ayıran sadə bir çərçivəyə baxaq. Bu bizə hər bir növün nə qədər böyük təsirə malik olduğunu anlamağa kömək edəcək. Baxın, bu çox maraqlıdır. Hər şey kiçik başlayır. Birinci növ, gündəlik vərdişlərimizdə etdiyimiz kiçik dəyişikliklərdir. Sonra ikinci növ gəlir. Burada mövcud sistemi tədricən yaxşılaşdırırıq. Üçüncü növ isə artıq çərçivədən kənara çıxdığımız məqamdır. Amma dördüncü növ, o tamamilə başqa bir səviyyədir. O sadəcə oyunun qaydalarını dəyişmir, o bütün oyun lövhəsini tullayıb yenisini yaradır. Və bugün əsas danışmaq istədiyimiz mövzu da məhz budur. Gəlin bütün diqqətimizi innovasiyanın ən güclü, ən transformativ növünə yönəldək. Paradigma dəyişikliyinə. Bu, həqiqətən də böyük bir məsələdir. Bu, yeni sənayilər yaradan və yeni liderləri müəyyən edən innovasiya növüdür. Lloyd George'un bu mövzunu mükəmməl ifadə edən bir sözü var. Siz uçurumu 2 kiçik addımla keçə bilməzsiniz. Bu tamamilə doğrudur. Bu cür dəyişiklik bir dənə nəhəng, cəsarətli sıçrayış tələb edir. Bu, komfort zonanızı çox arxada qoymaq deməkdir. Bu fikrə heyranam. Bizə həmişə deyirlər ki, şablondan kənar düşün. Düzdür, amma paradigma dəyişikliyi, yəni 4-cü növ innovasiya, buna baxıb soruşur, hansı şablon? O sadəcə şablondan kənar düşünmür, elə davranır ki, sanki o şablon heç vaxt mövcud olmayıb. Gəlin belə təsəvvür edək. Paradigma dəyişikliyi bütün bazar üçün reset düyməsini basan fundamental bir dəyişiklikdir. O qədər böyükdür ki, hamı və mən hamı deyəndə sizi və bütün rəqiblərinizi nəzərdə tuturam, start xəttinə qayıtmağa məcbur olur. Bütün köhnə qaydalar artıq keçərli deyil. Bu, tamamilə yeni bir oyundur. Bax, bu ideyalar eyni zamanda həm bu qədər qorxulu, həm də bu qədər həyəcan verici edən də elə budur. Bunlar insanların mümkünsüz adlandırdığı ideyalardır. Onların heç bir analogu yoxdur. Bəs bazarın reaksiyası adətən ifrat dərəcədən olur. Ya hamı ona bayılır, ya da nifrət edir. Orta bir yol demək olar ki, yoxdur. Bu, yüksək risk və yüksək mükafatın təcəssümüdür. Yaxşı, bunun nə olduğunu başa düşdük. Bu, işin asan tərəfidir. Əsl sual budur ki, bəs bu nəhəng, oyunu dəyişən ideyaların ortaya çıxması üçün necə bir mühit yaratmaq olar? Çünki gəlin aydınlaşdıraq, bu ideyalar göydən düşmür.
Bax, bu bütün liderlər üçün milyon dollarlıq sualdır. İnnovasiyanın cücərməsi üçün lazımi şəraiti necə yarada bilərsiniz? Və bu, sadəcə problemə pul atmaqla həll olunmur, bu doğru mədəniyyəti, doğru düşüncə tərzini formalaşdırmaq deməkdir. Yaxşı, bəs bunu necə edirik? Hər şey verdiyiniz suallarla başlayır. Bunu 10% necə yaxşılaşdıra bilərik deyə soruşmaq əvəzinə, bunu 10 qat daha yaxşı necə edə bilərik deyə soruşun. Rəhbərlik bu işdə tam dəstək olduğunu açıq-aydın göstərməlidir. Və ən vacibi, təkcə uğuru yox, cəhdin özünü də mükafatlandırmalısınız. Hətta işə yaramayan ideyaların yaradılmasını belə təqdir etməlisiniz. İnsanlar uğursuz olmaqdan qorxmayanda, əsl cəsarətli ideyalar da məhz o zaman üzə çıxmağa başlayır. Elə isə sizi bu düşüncə ilə baş-başa buraxıram. Sizin fəaliyyət göstərdiyiniz sahədə növbəti paradigma dəyişikliyi nə olacaq? Hal-hazırda hamının mümkünsüz hesab etdiyi, amma sabah hər şeyi dəyişə biləcək o ideya hansıdır? Cavab bəlkə də düşündüyünüzdən daha yaxındadır.